Herkese salam, ümid edirəm yaxşısınız. Bugün sizinlə belə bir video paylaşmaq istəyirəm. Hansı ki, gördüyünüz kimi ChatGPT-yə mənə suallar verməsini dedim. Gəlin başlayaq, çalışacağım ki, qısa cavablar verim. Ən başdan sualları cavablandırım. Səncə gənclər necə daha motivasiyalı və məqsədli ola bilərlər? Əslində düşünürəm ki, motivasiyalı olmağa ehtiyac yoxdur. Yəni əsas məsələ əgər bir məqsəd təyin etmək və hədəfə çatmaq, ümumiyyətlə uğur qazanmaqdırsa, əsas məsələ disiplinli ola bilməkdir. Motivasiyalı necə olmaq məsələsini gəldikdə isə hər zaman motivasiyanı yüksək səviyyədə saxlamaq mümkün deyil və biz insan olduğumuz üçün avtomatik olaraq bəzən ruhdan düşürük və istəmədiyimiz nəticələr əldə etdiyimiz zaman və yaxud da hər hansı bir nəticələr əldə etsək belə öz fərqindəliyimiz aşağı olduğu zaman, onun dəyərini bilmədiyimiz zaman bir növ bu bizi motivasiyadan salır və yaxud da bu ətrafdakı faktorlar da ola bilər. Yəni özümüzdə, daxilimizdə olan məsələlərdən başqa ətrafdakı faktorlar da buna təsir edə bilər. Ona görə də motivasiyalı olmağın bir səbəbi o məqsədi təyin etmək və məqsəd üçün çalışmaq ola bilər. Bir digər məsələ isə həqiqətən də fərqində olmaqdır ki, mən çalışıram, yəni mənim hər hansısa bir etmək istədiyim işlər var və mən yaşayıram hal-hazırda. Bir dəfə şansım var bu həyatı yaşamaq üçün. Ən azından indiki fərqindəliyimdə bir dəfə şansım var. Yəni reinkarnasiyaya və yaxud da başqa paralel dünyalara inananlar varsa ayrı bir məsələ. Amma hal-hazırda indinin fərqində olaraq yaşaya biləcəyim həyatım budur və bunu mən maksimum necə dəyərləndirə bilərəm? Hansı insan olmaq istəyirəm və onun üçün edəcəyim hal-hazırda nələr var? Bunun fərqində olduğumuz zaman əslində daha çox motivasiyalı ola bilirik. Çünki həyatı dolu-dolu yaşamaq isə bizə ən çox məncə motivasiya edə biləcək məsələlərdən biridir. Sənin ən böyük uğurun nə olub və onu necə qazanmısan? Ən böyük uğurum belə iş tərəfdən və təhsil tərəfdən deməyəcəm, amma ən böyük uğurum məncə son zamanlar özümün fərqində olmağım və həqiqətən də həyatının dəyərini bilərək o içsəl hüzurumu əldə edə bilməyimdir. Nə vaxtsa həyatında hər şeydən yorulub dayanmaq istədiyin anlar olub, bu vəziyyətdən necə çıxmısan? Bəli olub, hətta uzun bir müddət depressiya müddəti keçirdiyim zamanlar da olub. Bu vəziyyətdən necə çıxmısan? İlk olaraq öncələrdə bunu qəbullanmamaq, ümumiyyətlə fərqində olmamaq prosesi olur əksər insanda. Məndə də eyni formada olmuşdu. Bir müddət sonra isə özümü günahlandırmağa başlamışdım. Daha sonra isə özümü günahlandırmaq əvəzinə hal-hazırda olduğum vəziyyətin nə olduğunu qəbullamaq və həmin depressiya müddətini bir müddət həqiqətən depressiyadayam deyərək yaşamaq. Daha sonra isə ona uyğun bir hərəkətlər etmək mənim əsas çıxmağıma səbəb oldu. Yəni burada nəyi nəzərdə tuturam? Mən hal-hazırda depressiyadayam, bu insanlıq halıdır. Bunun üstəsindən gələ bilərəm, amma hal-hazırda bu depressiya müddətində yaşaya bilərəm. Yəni bu problemli bir şey deyil. Hal-hazırda mən heç bir iş görmək istəmirəmsə, ola bilər ki, bu müəyyən işlərinizi axsatsın. Bu zaman kiçik addımlar ataraq o periodu qoruya bilərsiniz. Amma mən hal-hazırda məsəl üçün daha çox evdə vaxt keçirmək istəyirəm, sosiallaşmaq istəmirəm. Bir müddət bunun təsiri altında ola bilərəm fikrini özümüzə qəbullandırmaqdır deyə düşünürəm. Amma burada artıq bir müddəti təyin etmək lazımdır. Çünki ola bilər ki, biz bunu qəbullandıq və artıq o bizim komfort zonamıza, rahat olan hissəyə çevrilsin. Bu zamanda o vəziyyətdən çıxmaq daha da çətinləşir uzun müddət keçdikcə. Yəni məsələn özümə bir həftə vaxt verirəm, istədiyim kimi heç nə etmədən sadəcə evdə məsələn mənasız seriallar izləyərək vaxt keçirə bilərəm. Amma daha sonra isə bu şəkildə artıq kiçik addımlar ataraq yoluma davam edəcəm deyərək vəziyyətin içindən çıxmaq olur. Təbii ki, burada bu artıq sizin olduğunuz depressiya müddətinin və yaxud da çətin vəziyyətin dərəcəsindən də asılı olan bir şeydir. Və burada siz artıq, yenə deyirəm, əsas məsələ fərqindəlikdir. O fərqindəliyi həmin müddətdə yaşamaq da çətin olur. Amma yəni artıq hiss edirsinizsə ki, həyatınızda gündəlik rutinləriniz dəyişib, siz özünüzü günahlandırmağa başlayırsınız. Demək ki, burada artıq nəsə düzgün getməyən məqamlar var. Bu anda da əgər bu özünüz idarə edə bilirsinizsə, dəyişə bilirsinizsə, bununla bağlı videolar izləyə bilərsiniz, ChatGPT-dən kömək ala bilərsiniz. Əgər bunları gördüyünüz heç bir təsir etmir, ətrafınızdakı insanlar təsir etmir, yəni burada dəyişikliyi təmin edə bilmirsiniz, bu zaman isə artıq psixoloji dəstək almaq məcburidir. Bir növdə psixoloji dəstək almaq istəyirəm, amma psixoloq ödəyəcək pulum yoxdur məsələsini də çox yaxşı başa düşürəm. Bu zamanda isə artıq özümüzü necə sağlatmağı bacarmalıyıq bunun fərqində olaraq. Sadəcə çalışın ki, onun müddəti uzamasın. Qorxularla necə mübarizə aparırsan və onları necə fürsətə çevirirsən? Əslində qorxular, mənim qorxularım var ya yox, düşündüyüm zaman yoxdur, ya da varsa mən qorxularımın fərqində deyiləm. Qorxularla ona görə mübarizə aparmaq üçün xüsusi bir metodum yoxdur. Çünki onun fərqində deyiləm, dediyim kimi varsa da. Amma fürsətə çevirmək məsələsinə gəldikdə, ümumiyyətlə qarşıma çıxan hər fürsəti, qarşıma çıxan hər bir ehtimalı maksimum fürsətə çevirməyə çalışan insanlardan biriyəm. Bu da özümün görə bildiyim fürsətlərdən söhbət gedir. Ona görə detallara diqqət edən bir insanam. Yəni əsas bu hər hansı bir həyatımda baş verən hadisələri fürsətə çevirməyim, bu detallara diqqət etməyim və risk alma bacarığımdan irəli gəlir.
Həyatını dəyişən 3 əsas dərs hansılardır? Həyatımı dəyişən deməyəcəm, amma əslində elə birbaşa həyatımı dəyişmiş də ola bilər. Yəni çünki avtomatik olaraq həyatıma təsir edir hər hansısa bir düşüncə tərzi. Bir ən əsası heç nədən peşman olma. Etdiyin hər şey, verdiyin hər qərar, səhv də olsa, düz də olsa, səni sən edən məsələlərdir və ona görə də peşman olmağa dəyməz. Onsuz da peşmançılığın heç bir şeyi dəyişməyəcəyinə görə sadəcə həmin məsələdən dərs çıxartmaq lazımdır, səhv belə olsa. İnsanların səhvləri sənin düzün ola bilər, sənin düzün başqalarının səhvi ola bilər. Buna görə də hər zaman başqalarının fikrinə hörmət etmək və öz fikrini, əgər hələ də başqalarının fikri sənə məntiqli gəlib dəyişmədiyi müddətcə öz fikrinin arxasında durmaq və istədiyin formada həyatı inşa etmək lazımdır. Məsələləri ən əsas məsələlərdir mənim həyatımda. Xaricdə oxumaq istəyənlər üçün ən böyük səhvlər nələrdir? Xaricdə oxumaq istəyənlər üçün ən böyük səhv 1. Hansı məqsəd üçün xaricə getdiyinin fərqində olmamaq. Yəni xaricə getmək istəyirsiniz, amma bilmirsiniz ki, tam olaraq akademik təhsil almaq istəyirsiniz, yoxsa sadəcə oraya işləmək üçün getmək istəyirsiniz və eyni zamanda əvvəlcədən hazırlaşmamaq, öncədən araşdırmamaq və son ana saxlamaq məsələləri. İndi burada əslində edilə biləcək çox böyük səhvlər var. Müraciət prosesi haqqında danışa bilərik, oraya getdikdən sonra olan proseslər haqqında danışa bilərik. Bu çox geniş sualdır. Bununla bağlı spesifik sualınız olsa şərhə yazın, cavablandıracağam. Sənin xarici təhsil və beynəlxalq proqramlarla bağlı ən maraqlı təcrübən nə olub? Bu əslində ən maraqlı deyəndə həyatımda hal-hazırda ən maraqlı təcrübələrdən biri deyə bilərəm, amma o vaxtı məni depressiyaya salan və həyatımı başdan ayağa dəyişdirən bir hadisə idi. Mən Türkiyədə olduğum zaman orada öncədən yataqxana üçün depozit ödəyirsiniz, daha sonra bir müqavilə imzalanır. Sadəcə bu hekayəni danışsaq çox uzun olacaq, amma qısaca deyim ki, orada bir dələduzluğa məruz qalmışdım, yəni aldadılmışdım. Ona görə də 1500 manatdan çox bir borc qalmışdı üzərimdə. Ondan da əlavə təbii ki, müəyyən xərclərim çıxmışdı və bu zamanda o borcun hamısını özüm ödəməli olmuşdum. Onun üçün də çox belə iş tapmaq, onun necə ödəyəcəyim sualları və s. Yəni o dönəm üçün mənim üçün çox ağrılı bir period idi. Bir dəfə bəlkə bunun haqqında daha detallı danışaram. Xarici təhsil almaq üçün ən əlçatan və faydalı proqramlar hansılardır? Xarici təhsil almaq üçün ən əlçatan faydalı proqramlar dedikdə, yəni universitetlərə müraciət prosesidir. Təhsil almaq istəyirsinizsə, universitetlərə və təqaüdlərə müraciət etməlisiniz. Təqaüdlərə müraciət isə təqaüdləri necə tapmaq lazımdır deyirsinizsə, bu zaman sadəcə scholarship for hər hansı bir ölkə yaza bilərsiniz ya da scholarship in Europe yaza bilərsiniz. Kimi yazsanız və ya da ChatGPT-nin özündən sorsanız sizə çoxlu təqaüdlər verəcək. Sadəcə əsas məsələ onları detallı şəkildə araşdırıb və sizin göstəricənizə uyğun olub olmadığını yoxlamaqdır. Xaricdə oxumaq üçün dil səviyyəsi və hazırlıq məsələsində ən yaxşı yanaşma nədir? Əslində hazırlıq mərhələsi mənə biraz müddəti uzadan və mənasız bir period kimi gəlir. Həm də daha çox xərciniz çıxmış olur. Mən məsələn xaricdə hazırlıq proqramı bu arada dil hazırlığı proqramından söhbət gedir. Hazırlıq proqramına müəyyən qədər məsələn 1000 avro, 1500 avro, 2000 avro ödəyib gedib orada bir il hazırlıq oxuyub sonra universitetə başlamaq əvəzinə, əgər sizin məqsədiniz sırf xaricə köçmək və orada işləmək deyilsə, yəni təhsil almaqdırsa, əvəzindən ondan sonra Azərbaycanda hazırlaşıb dil sertifikatını alıb getmək mənə daha məntiqli gəlir. Bu təbii ki, mənim fərdi yanaşmamdır. Qrant və təqaüd qazanmaq üçün sənəd hazırlayarkən nəyə diqqət etmək lazımdır? İlk öncə təyin etməliyik ki, həmin təqaüd bizdən nə istəyir? Hansı sənədləri istəyir və hansı formada istəyir? Sənədlər adətən PDF formada istənilir. Tərcümə təsdiq bəziləri apostil öncədən istəyir, bəziləri istəmir. Ona görə mən hər ehtimalda da tövsiyə edirəm ki, elə ilk öncədən apostil elətdirin sənədlərinizi. Yəni tərcümə təsdiq apostil olsun. Bəziləri ola bilər ki, sizdən birbaşa hər hansısa bir səfirlikdən sənəd istəsin. Ona görə ən əsas məsələ, diqqət etməli olduğunuz məsələ, ilk öncə sənədləri necə olduğunu, yəni sizdən nə tələb olunduğunu öncədən müəyyənləşdirməkdir. Sizdən sağlamlıq kağızı istənilə bilər, amma siz onu hazırlamasanız və son müddətə saxlasanız müraciətinizi, bu zaman avtomatik olaraq gecikmiş olacaqsınız və müraciət edə bilməyəcəksiniz. Ona görə də əvvəlcədən mütləq sənədlərinizi hazırlayın və hansı sənədlər lazım olduğuna baxın. Karyera və biznes. Onlayn iş qurmaq istəyənlər hardan başlamalıdır? Onlayn iş qurmaq istəyənlər, bu çox şaxəli olub suallar, biraz ChatGPT mənim bütün keçmişimə baxdığı üçün verdiyim suallara əsasən. Onlayn iş qurmaq istəyənlər hardan başlamalıdır? Qeyd edim ki, onlayn iş qurmaq istəyirsinizsə, ilk olaraq əslində YouTube-da başlayın videolar izləməyə. Məsələn, yazın onlayn iş
Türk dilində videolara baxın, ingilis dilində videolara baxın, rus dili bilirsinizsə rus dilində videolara baxın, Azərbaycan dilində müəyyən bizneslə bağlı videolar görəcəksiniz, onlara baxın. İlk öncə YouTube-da videolara baxın. YouTube çox yaxşı mənbədir məncə. Hər hansısa bir iş görmək istəyirsinizsə, yəni iş qurmaq istəyirsinizsə və yaxud da hər hansı bir bacarıq qazanmaq istəyirsinizsə, həqiqətən heç nəyə ehtiyac yoxdur. Hər hansı bir kursa ehtiyac yoxdur. YouTube-da hər şey tapa bilərsiniz, müxtəlif dillərdə tapa bilərsiniz. ChatGPT-dən soruşa bilərsiniz ki, hardan başlamaq lazımdır. Amma bundan əlavə mənim təcrübəmi desəniz, YouTube-da ümumi əsas lazım olan bacarıqları artıq müəyyən fikir formalaşdıracaqsınız videoya baxdıqdan sonra. Ondan sonra qərar verməlisiniz ki, sizin işinizin əsas məqsədi nədir, sizin hədəfləriniz nədir bu işdə. Bu arada biznes plan qurun deməyəcəm, çünki hər kəs biznes planı çox önəmlidir desə də, çox önəmli ola bilər uğur üçün. Amma məsələn, mən biznes plan quraraq başlamamışam işə və mən işimi artıq 2 ildən çoxdursa, yəni toplamda ümumi iş müddətimdə 2021-ci ildən başlasam da toplamda 2 ildir artıq onlayn olaraq fəaliyyəti davam elətdirirəm. Və bu zaman əsas məsələ bir komanda ilə işləyirsinizsə, sxemi oturtmaqdır. İki disiplinli olmağı bacarmaq çox önəmli məsələdir. Çünki onlayn iş göründüyü qədər rahat bir şey deyil. Siz müəyyən bir özünüz üçün deadline'lar müəyyənləşdirməlisiniz, son müraciət tarixi və onun uyğun tasklarla işləməyi bacarmalısınız. Bu zaman sizin üzərinizdə durub bu işi bu vaxtda tamamlamalısan və ya da bu işi bu formada görməlisən deyə biləcək heç kəs olmayacaq. Ona görə də siz mütləq özünüz, öz fərqindəliyiniz olmalıdır və işinizə qarşı məsuliyyətiniz olmalıdır. İlk öncə bunları müəyyənləşdirdikdən sonra artıq sxemi oturdursunuz və ondan sonra sosial media hesablarınızı yaradırsınız, başlayırsınız işləməyə. Freelancer kimi uğurlu olmaq üçün hansı bacarıqlar vacibdir? Freelancer üçün ilk olaraq təbii ki, işləyəcəyiniz hansı sahə üzrə işləyəcəksinizsə, o sahə üzrə müəyyən bacarıqlarınız olmalıdır, müəyyən təcrübəniz olmalıdır. Təcrübə olmadan da bu arada hər hansı bir sahə üzrə, məsəl üçün siz qrafik dizaynı bacarırsınız, amma bu vaxta qədər təcrübə olmayıb, o sahə üzrə çalışa bilərsiniz, problem deyil. Hansı bacarıqlar, iş tapa bilmək bacarığı önəmlidir burada. Siz freelancer kimi hər hansı bir sayt üzərindən müraciət edirsinizsə, onsuz da Azərbaycanda remote və ya da freelance iş tapmaq çox çətin məsələdir. Amma xarici veb saytları üzərindən müraciət edirsinizsə, ilk olaraq orada öz profilinizi yaratmaq bacarığınız təbii ki olmalıdır. Öz profilinizi yaratdıqdan sonra orada müraciət etmək və proposalları yazmaq bacarığınız olmalıdır. Ondan sonraki məsələlərdə əsas texniki bacarıqlar da öz sahəniz üzrə olan bacarıqlardır. Təbii ki, ingilis dili də müəyyən səviyyədə olmalıdır. Sən ən uğurlu iş təcrübən nə olub? Ən çətin iş təcrübən necə olub? Ən uğurlu iş təcrübəm deməzdim, amma tələbələrimin hamısına qəbul ala bilmək və bunun əminliyi mənə ən uğurlu iş təcrübə deyə bilərəm ümumiləşdirsəm. Hamısını dediyim, yəni bu vaxta qədər qəbul almadığım 2 tələbə olub. Bunun da səbəbi öncədən həmin şəxslərə məlumat verməyimdir ki, yəni qəbul almama ehtimalımız var. Başqa ehtimallar da gəlin dəyərləndirək. Sadəcə həmin şəxslərin ancaq fokuslandığı məsələlərin, yəni müraciət etmək istədiyi yerlərin ora olmasıdır. Yenə də yəni bunu özümün ən uğurlu iş təcrübəm deyə bilərəm. Ən çətin iş təcrübəm isə İnsanlarla işləmək ən çətin iş təcrübəm ola bilər. Ona görə xaricdə, yəni freelancer olaraq çalışmaq mənə daha yaxşı hiss etdirir. Yəni xarici bazarda. Azərbaycanda xarici təhsil müraciətləri həmişə qeyd edirəm, limitli şəkildə götürürəm və özümün bir limitim var. Ona uyğun götürürəm tələbələri və bəzən tələbələri seçirəm hətta kimlə işləyib işləmək istəmədiyimi. Bu hər hansı bir egodan gələn bir məsələ deyil və yaxud da işimdə mükəmməl mən seçə bilərəm məsələsi deyil. Sadəcə hər kəsin işinə məsuliyyətli yanaşmaq və hər kəsin işini doğru şəkildə etmək istəyirəm. Buna görə də müəyyən limitlər mütləq ki təyin etməliyəm. Sosial mediada uğurlu olmaq və izləyici kütləsi toplamaq üçün hansı strategiyalar işləyir? Bu arada bunu deyim ki, sosial mediada ümumiyyətlə uğurlu olmaq və yaxud da izləyici kütləsi üçün əsas məsələ davamlılıqdır. O SEO-nu bilmək və yaxud da müxtəlif toolları bilmək məsələlər çox həqiqətən də belə şişirdidən məsələlərdir. O bir video izləyirdim, deyir ki, məsələn, mən bu stəkanı satıram, onun başlığına SEO-nu çox yaxşı bilməlisiniz. Onun başlığına hər hansısa bir kanca başlıqlar deyirlər də, bizdə əsas başlıqlar qeyd etməlisiniz və s. kimi mövzular qeyd olunur. Stəkana, yəni mən kasa yazmayacağıma görə, yəni orada yaza biləcəyim maksimum limitli onsuz da məlumatlar var. O da başqalarının həmin sahə üzrə satış edən insanların təcrübələrinə baxıb, onlardan götürüb başlıqları istifadə edə biləcəm. Bununla da həll edəcəm. Ona görə də gözünüzdə qorxuzmayın. Sadəcə davamlı olaraq paylaşım etmək çox önə çıxarır bir məsələ. İkinci məsələdə hansı sahə üzrə sosial mediada uğurlu olmaq istəyirsinizsə, o sahə üzrə uğurlu olan insanları araşdırın. Onların yaratdığı kontentlərə uyğun kontentlər yaradın dəyişdirərək və özünüzdən bir şeylər qataraq. Onların başlıqlarını olduğu kimi götürün. Bu problemli bir şey deyil və davamlılıq ən önəmli məsələdir.
Bir də çalışın ki, hər hansısa bir giveaway-də iştirak etməyəsiniz və yaxud da fake izləyici kütləsi artırmayasınız. Maliyyə və pasiv gəlir. Səncə insanların ən çox etdiyi maliyyə səhvləri hansılardır? Ən çox edilən maliyyə səhvləri maliyyəni, büdcəni idarə edə bilməməkdir və edə bilməyə, bunun üzərində işləməmək, düzəltməyə çalışmamaq, bu haqda öyrənməməkdir. Ən böyük edilən səhv budur. Pasiv gəlir mənbəyi yaratmaq üçün hansı realları tövsiyə edərdin? Pasiv gəlir mənbəyi yaratmaq üçün hansı real yolları tövsiyə edərdin? Burada əslində mənim pasiv gəlir mənbəyim var, amma burada o qədər də professional olduğumu düşünmədiyim üçün bir tövsiyə verməyəcəm. Amma nə vaxtsa zamanı çatanda mütləq bu haqda da danışarıq. Sən necə pul idarə etməyi öyrəndin və bu sahədə hansı məsləhətlər verərdin? Mən əslində pul idarə etməyi, mən həqiqətən də uşaqlıqda məncə pul idarə etməyi yaxşı bacarmışam və universitetə girdiyim müddətdə də pulumun özüm işlədiyim üçün və ailəmdən maksimum pul almamağa çalışdığım üçün, evin kirayəsindən başqa maksimum pul almamağa çalışdığım üçün həmişə idarəli istifadə etmişəm və prioritetlərimi müəyyənləşdirmişəm. Heç vaxt çox paltar alım və yaxud da çox gedim aksesuar alım və yaxud da pulumu çox fərqli, yəni ehtiyacım olmayan məsələlərə xərcləyim kimi bir istəklərim olmayıb. Bu istəkləriniz varsa da bu çox normaldır. Amma məncə büdcənizə uyğun bunu təyin etməlisiniz ki, mən bu istəkləri o Leyla Əhmədin videosuna baxırdım. O qeyd edirdi ki, əsas məsələ bizə həmişə istədiklərimizin edilməsinə qoyulmadığı üçün biz indi elə bir vəziyyətə gəlirik ki, özümüzün artıq azadlığımızı əldə etdikdən sonra fikirləşirik ki, artıq istədiyim hər şeyi etməliyəm. Əsas məsələ budur. Əslində biz bir növ müdürçəşirik nə vaxt istədiyimiz şeylərin bizim üçün düzgün olub olmadığını təyin etdikdən sonra bizim üçün düzgün olanı seçərək əslində müdürçəşirik. Buna görə də əsas məsələ ehtiyaclarınızı müəyyənləşdirməlisiniz və büdcənizi bölməlisiniz ki, bu ay məsəl üçün 1000 manat qazanıramsa, bunun 300-ü mənim əsas ehtiyaclarımdır və yaxud da ev üçün edəcəyim bazarlıqdır və yaxud da hər hansı bir məsələ. Bunun müəyyən bir hissəsini ayıracağım, qırağa qoyacağım. Mütləq məncə qırağa pul qoymaq lazımdır. Əsas məsələlər bunlardır. Daha detallı pul idarə etməsi haqqında danışa bilərəm növbəti videolarda. Böyük məqsədlərə çatmaq üçün necə büdcə planlaması aparmaq olar? Büdcə planlaması haqqında ayrı bir video çəkəcəm. Ən azından özüm istifadə etdiyim metodlar. Ən sərfəli investisiya növləri hansılardır? Bunun haqqında da istədiyim səviyyəyə çatım daha ətraflı danışacağam. Sürətli və effektiv dil öyrənmək üçün hansı metodları tövsiyə edərdim? Əslində ən çox elə tövsiyə edilən metodları tövsiyə edəcəm. Bir də əlavə olaraq qeyd edim ki, danışmaq. Yəni siz ola bilər ki, 100 söz biləsiniz, amma o 100 sözü istifadə edə bilməyəsiniz. Yəni 100 söz bilib və heç bir, hətta mən layihədə olduğum zaman Rumeniyada bir qız var idi Türkiyədən və demək olar ki, heç nə danışa bilmirdi. Hətta sözlər də çox belə qırıq-qırıq bilirdi, düzgün bilmirdi. Amma onunla belə o digər insanlarla məndən daha çox ünsiyyət qururdu. Yəni həqiqətən də əsas məsələ ünsiyyətə açıq olmaq. Eyni zamanda müəyyən klublar var ki, onlarda yəni dil klubları. Onlarda siz qatılaraq xarici insanlarla birlikdə bir ortamda ödənişsiz olanlar da var yəni. Xarici insanlarla danışa bilirsiniz davamlı olaraq və danışdıqca avtomatik olaraq yeni bir söz öyrənirsiniz. Yəni əsas məsələ praktikadır. Çalışın praktika edin və videoları izləyin incəsində. Yeni dil öyrənərkən motivasiyanı necə qoruyursan? Əslində yeni dil öyrənərkən motivasiyamı necə qoruyuram? Bir, həqiqətən o dili öyrənmək istəməliyəm. 2, davamlı olaraq məsələn Duolingo istifadə edirəm və hər gün o dillə məşğul olmaq mənə o zinciri qırmamaq məsələsi məni motivasiyada saxlayan məsələlərdən biridir. Eyni zamanda o yeni dil öyrənmək, onunla bağlı videolara baxmaq, xüsusilə də mahnılar dinlərkən onu başa düşə bilmək ya da hər hansı bir məsələ, yəni onunla bağlı bir tapşırıq edərkən onu edirəm, yəni bunu bacarıram, yəni başa düşürəm bu dili. Kimi şeylər məni motivasiya edir. Hansı dilləri bilirsən və hər birini necə öyrənmisən? Azərbaycan dili, Türk dili, İngilis dili və İvrit dilini bilirəm. İvrit dili hal-hazırda İvrit dilini hardan öyrənmişəm? Oradan başlayaq. Azərbaycan və Türk dili məlum məsələ. İngilis dili danışmışam bu haqda. Məlum məsələ. İvrit dilini isə universitetdə oxuduğum ixtisas bu sahə üzrə olduğu üçün, yəni region şanslığı bu sahə üzrə oxuduğum üçün universitetdə tədris edilirdi. Sadəcə mən universitetdən sonra ara verdim. Universitetdə çox yaxşı dili qavraya bildim, yəni bu dili çox yaxşı həqiqətən qavraya bilirdim. Müəllimlər də bunu qeyd edirdilər. Sadəcə mən universitetdən sonra dili ara verdiyim üçün, bir də pandemiya dövrünə düşdüyü üçün nisbətən zəiflədi, amma indi davam elətdirirəm və ən çox sevdiyim dillərdən biri də həqiqətən, bir də rus dilini çox belə basic səviyyədə bilirəm. Dil öyrənmək üçün ən yaxşı gündəlik vərdişlər hansılardır? Hər gün mütləq ki, məşğul olmaq dillə. YouTube və Instagram üçün kontent yaratmaq istəyənlər nədən başlamalıdır? Düşünürəm bu haqda danışdıq. İlk öncə müəyyənləşdirin sizin niş mövzunuz nədir? Hansı kütləyə çatmaq istəyirsiniz? Həmin kütlənin tələbatı nədir?
sizin onlara verə biləcəyiniz nədir? Yəni ola bilər ki, sizin çatmaq istədiyiniz kütlə daha çox əyləncəli kontent istəsin, amma sizin xarakterinizə uyğun deyil. Onda siz hansı mövzuda paylaşımlar etmək istəyirsiniz? Hansı mövzuda davamlı olaraq paylaşım edə biləcəksiniz? Bunu müəyyənləşdirməlisiniz. Ondan sonra isə davamlı olaraq kontentinizi yaratmalısınız. Sənin üçün uğurlu video nədən ibarətdir və onu necə hazırlayırsan? Mənim üçün uğurlu bir video yoxdur. Əvvəl çox mükəmməliyyətçi insan idim və bu mükəmməliyyətçilik məni geri salırdı, işlərimi axsadırdı və bir şey edərkən həmişə bunun daha da yaxşısı var deyən bir insanam və araşdırmalarım zamanı onun daha da yaxşısını tapa bilən bir insanam və bunun qətiyyən sonu yoxdur məndə. Yəni bir yerdə dayana bilmirdim ki, okey, bu yaxşıdır, artıq bunu paylaşa bilərəm. Məsələn, adi video üzərindən keçib bunu paylaşa bilərəm. Sonra gördüm ki, bu mənə ən çox zərər verən məsələlərdən biridir. Ondan sonra belə gördüyüm hər hansı bir şəxsin işlərindən əlavə özüm yaratdığım kontentlərdə mükəmməliyyətçiliyi buraxmışam və mənim üçün ona görə də uğurlu video yoxdur. Amma belə izlədiyim videolardan söhbət gedirsə, izlədiyim videolarda mənim üçün uğurlu videom mövzusunun məni cəlb etməsi, mənə faydalı olması əsas məsələdir mənim üçün. Sosial media üçün post və reels hazırlayarkən ən önəmli məqam nədir? Mənim üçün ən önəmli məqam faydalı olmaqdır. Yəni hətta düşünün, mən hər hansı bir paylaşım edirəmsə, adi bir öz şəklimi paylaşacağam. Çox nadirən paylaşıram. Onda belə yəni aşağısına bir açıqlamada faydalı nəsə yazmaq istəyirəm ki, o yəni boşuna paylaşmış olmayım da, faydalı olmuş olsun. Ona görə də mənim üçün ən əsas məsələ faydalı olmasıdır. Hansı videonun ən çox izlənilib və niyə? YouTube-da ən çox izlənilən videom freelance işlərlə bağlı çəkdiyim videodur. Niyə olmasının səbəbi də son zamanlar bu sahəyə marağın artmasıdır təbii ki. Bir də təbii ki, orada YouTube üçün başlıqlı düzgün istifadə etməyim buna da səbəb olan məsələlərdəndir. İzləyicilərin diqqətini çəkmək üçün hansı kreativ üsullardan istifadə edirsən? Yenə qeyd edirəm, mənim üçün əsas məsələ faydalı olmaq olduğu üçün diqqətini çəkmək üçün hər hansı bir kreativ üsullardan istifadə etmirəm. Sadəcə əsas məsələ o kontenti, o faydalı məlumatı insanlara necəsə ötürə bilməyimdir. Ona görə də bunun üzərində çox belə vaxt ayırmıram. Çünki vaxt ayırdığım zaman digər işlərimdən kəsmiş oluram və kontent yaratmaq üçün ayırdığım bir müəyyən müddət var, hansı ki, bunu da davamlı olaraq edə bilmirəm işlərimdən dolayı. Müddət var və çalışıram ondan kənara çıxmayım. Sadəcə əsas məsələ orada fikrimi ötürə bilmək mənim üçün əsasdır. Ona görə də belə kreativ üsul kimi sayılsa, mən normalda başladığım zaman faydalı mövzular olsa da sadəcə bir məsələn post hazırladım, onu olduğu kimi paylaşmaq deyil də, özümün xaricdə olan videolarımın və yaxud da hər hansı bir reelslərin üzərinə başlıqları yazaraq insanların diqqətini çəkməyə çalışıram ki, daha çox insana çatmış olum. Əsas məsələ budur. Suallarımız bitdi. Ümid edirəm ki, sizi də maraqlandıran suallar idi və sizin üçün də faydalı oldu. Bu arada kanalı izləyərək, videomu bəyənərək, şərh yazaraq, xüsusilə də sizin şərhləriniz və dəyərləndirməniz həqiqətən də çox önəmlidir. Dəstəyiniz çox önəmlidir. Dəstək olsanız çox sevinərəm. Belə, növbəti videolarda görüşənədək.